sadəcə olaraq onun elə bir ki, yəni viddə o yoxdur. Mən yəni yalan danışa bilmərəm. Düz baxanda kabukçuna hamı kimidir. Sadəcə olaraq o yəqin ya çox oxuyur, ya onun işi elədirsə, o belə qaldırır, təəccüblü bir vəziyyətə düşür və sonra o buraxanda o onun xoşuna gəlmir, onun əsəblərinə toxunur. Ancaq da ancaq botoks edə bilərəm ki, o belə qalsın, qalxıq vəziyyətdə və o onu incitməsin. Amma belə o bu problemini mənə deməsəydi və oturub mənə desəydi ki, doktor, mənə nə lazımdır, mən heç onun nahiyəsinə getməyəcəkdim, heç deməyəcəkdim ki, ona o lazımdır. Mən onda bu hissədə problem görürəm, bu hissəsini düzəldərdim. Bu hissəsini kiçildərdim, massator eləyərdim ona, çənəsi, amma görürsünüz, o onu əsəbləşdirmir, onu əsəbləşdirən onun yuxarı hissəsidir. İstəyirsən, yəni sizin razılığınız varsa, mən onu botoks edəyəm. Amma yəni bilsin ki, botoks düzdür, yaşın azdır, səndə 4-6 yox, biraz uzun müddətli qalacaq, amma yəni bu ömürlük deyil və o sənin xoşuna gələcəksə, sən hər o açıldıqca onu eləyəcəksən. Düzdür, məcburiyyət yoxdur. Sadəcə olaraq sən onu istəyəcəksən ki, sən həmişə belə olasın. Çox olmaz ki, siz heç özünüzə görürsünüz, botoks olmasın. Yox, hərəsiz görüntün olmayacaq, o olmayacaq, heç o mümkün də deyil. Sadəcə olaraq, yenə də deyirəm, o qırışın olmayacaq və aysa onu eləməyəcəksin. O, amma sənin xarakterindən asılıdır. Yəni, yəqin ki, mama da mənimlə razılaşır. Sən xarakter bilirsən, düz dedim, bu sən xarakterini sən belə edirsən, buraxanda da o sənin xoşuna gəlir. Okay.